Malqara əkin sahəsinə zərər vurub. Fermer nə etməlidir? Üçüncü şəxsin hərəkətləri riskinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, fermerə məxsus olan tələb hüququ subrogasiya qaydasında fonda ötürülür. Bu o deməkdir ki, məsələn, fermerə dəymiş zərər həmin zərər vuran şəxsdən fond tərəfindən tələb olunur. Yəni, fermerin əgər sığorta müqaviləsi mövcud olmasaydı, tutaq ki, ona malqaranın nəzarətsiz buraxılması nəticəsində zərər dəysəydi, bu zaman fermer həmin zərəri nəzarətsiz buraxmış şəxsdən tələb edəcəkdir. Bu isə proseslərin daha da uzanmasına, fermerin əlavə vaxt itkisinə səbəb olacaqdı. Lakin fermerin sığorta müqaviləsi mövcud olduğu üçün artıq o üçüncü şəxsin hərəkətləri riskinə münasibətdə faktı təsdiq edən sənədin təqdim edilməsi ilə sığorta ödənişini almış olur ki, bundan sonra isə fermerin həmin hüququ fonda keçdiyindən fond tərəfindən zərər vurandan həmin ödənişin edilməsi tələb olunur. Bu isə fermeri müxtəlif əlavə, yəni sənədləşmələrdən, məhkəmə rüsumlarının, xərclərin ödənilməsindən və həmçinin proseslərdə iştirak edilməsindən azad edir.